İndi baxırlar, elə bilirlər ki, Hə. hə, getdim dırnaq qoydum, saçımı düzəltdim, başımı düzəltdim, getdim pullu oğlan tapdım. Elə olmur. Əgər sənin danışıq qabiliyyətin yoxdursa, sən əgər gedib bir coffee shopda oturanda özünü bir elit apara bilmirsənsə, ağzına açanda danışıq üslubun yoxdursa, o insan səni seçməyəcək. Yəni bilsən nədər, gedir yaşayır ən tuxta yerdə, evdə bəzənir düzən, avtobusda minir gəlir, deyir ki, mən pullu oğlan istəyirəm və yaxud da pullu bir qızla tanışım. Elə olmur. Hər kəs öz ayağına görə yorğanlıq yazmalıdır ki, gələcəkdə yabalaşmayasın. Bəli. Neyse, bu teşekkürler Çatı. Kesin öpme yaptım. Çok teşekkür ederim. Annemelerin arzuma girdi. Teşekkür ederim canım benim. Bir tane biz kalmıştık. Biz bence çürüye çünkü bilirsən ya, bizə heç ehtiyac yoxdur. Biz təhsil almış insanlarıq deyə. Az yaşlıdır. Onu təhsilə bağlama. Təhsillə söhbəti deyil. Təhsil almış insansın, özünü bugün idarə edə bilirsən. Heç kimi aslı vəziyyətdə tutmaq Hayır, Allah kimseye möhtaç. Hələ özü onu qəbul edirsən ki, mən bugün heç kimi aslı deyiləm və əziyyət çəkirsən. 3 saat oturursan o ışığın qabağında. Həqiqətən çətin deyil. Elə bilər aslında. Ah! Çok teşekkür ederim. Çok teşekkür ederim. İnşallah biz de pullu bir sevgili taparız ama ben de Pullu ama ben yardımı karışmasın. Ben deyim bak bana gali kalsın ama benim kime de buradan özümü pulumu kazandım işim gücüme eğitim. Mən də qarışmam. He, ben karışmasın. Özel hayatım. Ben yok edemiyorum da karışmasın diye de zevgilemesi, oğlan yani. Darlasın amma işimə qarışmasın. Darlasın ama işim. Deməsin ki, sən reklamla bununla He, ya da